Əl-Adiyat, Çapanlar surəsi. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. وَالْعَادِيَاتِ ضَبْحًا فَالْمُورِيَاتِ قَدْحًا فَالْمُغِيرَاتِ صُبْحًا. And olsun tövşiyə çapanlara, and olsun dırnaqları ilə qığılcım çıxaranlara, and olsun sübh çağı həmlə edənlərə ki, فَأَثَرْنَ بِهِ نَقْعًا فَوَسَطْنَ بِهِ جَمْعًا. hücuma keçib tozanaq qaldıraraq, qoşunun içərisinə soxulurlar. İnnəl insənə li rabbihi ləkənud. Həqiqətən insan Rəbbinə qarşı yaman nankördür. Və innəhu alə zəlikə ləşəhidun və innəhu li hubbil xeyri ləşədid. Özü də bunun şahididir. Həqiqətən o, var dövlətə çox hərisdir. Əfələ ya'ləmu izə bu'thirə mə fil quburi və hussilə mə fissudur. Məyər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı və kökslərdə olanlar aşkar ediləcəyi zaman İnnə rabbəhum bihim yevmə idin ləxabir. məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır.